Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü keçirilir. Prezident İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb. Sammitdə çıxış edən dövlət başçısı bildirib ki, zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Azad edilən ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistan torpaqlarımızda 1 milyondan çox mina bastırıb. Vətən müharibəsindən bugünə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük qayıdış proqramı icra edilir. Bugünə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistandan deportasiya olunmuş Qərbi Azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında bütün 57 üzv ölkənin yekdil qərarı ilə Ermənistandan zorla didərgin salınmış Azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı Nazirlər Şurasının yekunlarına dair İstanbul bəyannaməsində indiki Ermənistan ərazisindən zorla qovulmuş Azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan icması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi Azərbaycanlıların sülh yolu ilə Ermənistandakı öz dədəbaba torpağına qayıdışının təmin edilməsi sayəsində səylər bundan sonra da davam etdiriləcək.